Salam əziz tələbələr, şagirdlər və ingilis dili öyrənənlər. Bu gün dərsimizdə məhsul növdə olan sual cümlələrinin çevrilməsinin suallarına baxacağıq. Deməli, məhsul növə çevirərkən bir şeyi başdan qeyd edeyim ki, təsdiq cümlələrdə, yəni nəqli cümlələrdə, təsdiq və yaxud da inkar cümlələrdə çevirərkən mütləq cümlədə tamamlıq olmalıdır. Bunu gözləməliyik, tamamlıq olur. Amma sual cümləsində tamamlıq olmaya bilir. Ola da bilər, olmaya da bilər. Bunun ikisində aid suallar eləyəcək. Amma olarkən nə etmək lazımdır? Tamamlıq, yəni feildən sonra gələn isim və yaxud da ki, əvəzlik olur tamamlıq. Deməli, feildən sonra gələn bu our message sözü, tamamlıq sözü girməlidir iki feilin arasında. Hansı feillərin? Bu did çevirəndə, bunu çevirəndə passiv olacaq was were. Was were ilə received arasında our message girməlidir. Yəni, was-la received yanaşı gəlməyəcək. Mütləq ona diqqət edirik. Və did olduğu üçün have has-lə deyil, was were-lə düzələcək. Message tək olduğu üçün were-lə olmayacaq və qalırıq bu ikisinin arasında. Və burada deyir ki, was-la receive-in arasına girməlidir our message, yəni tamamlıq girməlidir iki feilin arasına. Baxın, burada bu kimi. Yəni, was received yanaşı gəlibsə, A və C variantı kimi olan cavablar səhvdir. Mütləq diqqət eləməli. Əgər tamamlıq vardırsa, o tamamlıq girməlidir iki feilin arasına. Bununla əlaqəli bütün sualları da bu şəkildə eləyəcək. Amma əgər burada our message olmasaydı, isim olmasaydı, birbaşa when was received-dən işlədə bilərdik. Yəni, feil isim, iki isim var, demək isim varsa o iki isim girməlidir iki feilin arasında. Növbəti suallara baxaq. Bu tipli sualların çox olacaq. Deməli, who has surrounded the area? Deməli, area sözü burada hərfi düşməyib. Area. Deməli, has olan cümlənin passivi olmalıdır. Have been, has been. Düzdürmü? Have been, has been olmayanları çıxırıq. Was-lar burada olmaz. İzlər olmaz. Has olar. Has been olmalıdır. Has been surrounded by. Diqqət edirsinizsə, surrounddan sonra area sözü girib orada bu iki has-lə being arasına. Have has-lə sonra being arasına. Deməli, bu tamamlıq girib olur. Cavabımız A variantı. Üçüncü sualda who has sent the postcards has-dirsə have has been olmalıdır. Will olmaz, had olmaz, were olmaz, are olmaz. Qalar have been. Burada has-dir, burada have-ə çevrilir. Çünki postcardsa görə də bu tamamlıq bizim üçün burada önəmlidir. Cəmdədirsə xəbərdə cəm olacaq. Have been. Yəni burada da eyni qaydada have ilə being arasına bu isim girib. Sonra dördüncü sualda who has written-dirsə have been, has been olmalıdır. Had-lər çıxırıq. Digərlərində have var. Və has written this essay sözü, bax bu essay sözü girməlidir have-lə being arasına. Have-lə being arasına girənləri saxlayırıq. Burada C variantında heç being yoxdur, səhvdir bu. Burada have-lə being yanaşı gəlib, burada have-lə being yanaşı gəlib, qalır bu A variantı. Have-lə being arasına these essays girib, yəni bu sözlər girib. Olur A variantı. Sonra 5-ci sualda deməli, who did you give my notes to? Did olduğu üçün was were olmalıdır. Are olmaz, have olmaz. Və burada my notes sözü girməlidir. Yəni was were-lə deyək ki, given-in arasına. Were-lə given yanaşı gəlməz. Burada were-dən sonra being heç vaxt işlənməz. Baxın, burada isə were-lə given-in arasında my notes girib. Deməli, düzgün cavabımız budur. D variantı. 6-cı sualda who did you send my photos to? Yəni, did-dirsə was were olmalıdır. Are olmaz, have olmaz. Və send-dən sonra my photos gəldiyi üçün were-lə send-in arasına söz girməlidir. My photos girməlidir. Olmaz. Burada were-lə, burada being işlənməz. Was were-dən sonra being işlənmir. Qalır, bax. To whom were my photos sent? Olacaq A variantı. 7-ci sualda why didn't you praise her? Didn't keçmiş zamanda olduğu üçün was were-lə düzəlməlidir. Was were. Digərlərini çıxırıq. Deməli, was-dan sonra being gəlməsi heç vaxt qalar B variantı. Why wasn't she praised? 8-ci sualda did olduğu üçün was were olanları götürürük. Deməli, were-lə being bir yerdə işlənməz, qalar B variantı. What were you scolded for? Did you send an invitation to each of the guests? Did olduğu üçün və invitation sözü girməlidir was-la send-in arasına. Deməli, baxırıq cavablarımıza. Was were olmalıdır. Did-i çıxırıq, had-i çıxırıq, has-i çıxırıq. Qalır A, B və D variantı. Was-dan da sonra being heç vaxt işlənməz, qalar B variantı. Was an invitation sent. Was-la send-in arasında da gördüyümüz kimi invitation sözü girib.
Who is handing out the exam papers? Is handing əmizar ing-nin pasivi həmişə əmizar being olmalıdır. Yəni being olmalıdır. Burada being yoxdur. Burada were var, burada been var. Burada da being var. Aha, qalır bu ikisi aynen Y variantı və exam papers sözü girməlidir are və being-in arasına. Burada yanaşı gəlib olmaz. Olacaq E variantı. Həm də sual cümləsinin şərtini burada pozulmuş olur. Çünki who sual sözündən sonra birinci yerdə gəlməlidir köməkçi verb. Burada isə birbaşa isim gəlib olmaz. Ona görə qalır Y variantı. 11-ci sualda did olduğu üçün was verləri götürürük. Had olmaz, is olmaz. Yəni burada da has olmaz. Qalar C və D variantı arasında. Bizim burada keçmiş sadə zamanda, ona görə də bu keçmiş sadə zamanda was were, sonra feilin üçüncü forması olar. Burada being artıqdır. Əgər burada was designing desəydi, was being ola bilərdi. Amma burada davam edici zaman olmadığı üçün burada being artıqdır. Qalır elə D variantı. Sonra 12-ci sualda how much did the chief pay you? Did olduğu üçün was were olmalıdır. Hamısında da was were var və did the chief pay you? Əsas feilimiz burada pay'dir. Pay'dən sonra gələn you sözü girməlidir. Was were ilə demək pay'in arasına girməlidir. Bu you girməlidir deməli harda? Were ilə paid yanaşı gəlməz. Burada were ilə been olmaz. Chief araya girməz və burada was ilə paid yanaşı gəlib qalmalıdır. Were you paid. Diqqət etmək lazımdır. Pay'dən sonra gələn you olduğuna görə araya you girməlidir. Yəni chief falan girə bilməz. Qalar B variantı. 13-cü sualda why did they cut the trees? Did olduğu üçün was were olmalıdır. Are olmaz. Və cutdan sonra trees sözü gəlib. Trees sözü girməlidir. Was were ilə deməli cutın arasına. Were cut olmaz. Burada were ilə been işlənməz. Sonra A və D variantı qalır. Trees girməlidir araya. Ona görə they yox, trees olmalıdır. Why were the trees cut? D variantı. Who sent the list of participants? Sent keçmiş zaman olduğu üçün was were olmalıdır. Deməli, burada list of participants sözü girməlidir. Was-la sent-in arasında elə variantı düzdür. Digərlərinə baxaq. B variantında was were gəlməyib, səhvdir. C variantında was var, amma bir dənə been artıqdır, səhvdir. D variantında was-la sent yanaşı gəlib, halbuki arasında list of participants girməlidir. E variantında da həmçinin yenə yanaşı gəlib olmur, qalır elə A variantı. Sonra 15-ci sualda who wrote the list of irregular verbs? Wrote keçmiş zaman olduğuna görə was were olmalıdır və A variantda was-dan sonra been gəlib olmaz. B variantında deməli was-la written yanaşı gəlməz. Nə üçün? Çünki list of irregular verbs ifadəsi girməlidir was-la written-in arasına. C variantda was were yoxdur. D variantı yenə was-la written yanaşı gəlib, qalır Y variantı. Was sonra list of irregular verbs, sonra written gəlir, olur Y variantı. 16-cı sualda who does Azerbaijan export to this country? Exportdan sonra to gəlib. Deməli, burada isim araya heç bir şey girməyəcək. Yəni, əgər feildən sonra birbaşa isim gəlsəydi, o girəcəkdi. Amma burada girməyə gərək yoxdur. Does indiki zaman olduğuna görə əmizər olmalıdır. Burada is yoxdur heç. Bir dənə burada qalır C və Y variantı. Və burada Azərbaycan sözü araya girə bilməz, çünki feildən sonra gəlməyib deyə bu səhvdir. Qalır what is exported by Azerbaijan to this country? Olur C variantı. 17-ci sualda does yenə does olduğu üçün əmizar olmalıdır. Burada does var, burada heç yoxdur içinə. Burada were və was olmaz, qalır are touched. What problems are touched upon in the article? Olar C variantı. 18-ci sualda do olduğu üçün əmizar olmalıdır. Was-u çıxırıq, were-ü çıxırıq, were-ü çıxırıq. Olmur heç biri, qalır A, B və C variantı. Are paid və are they paid. Deməli, burada what problems do they pay great attention to? Deməli, they sözü burada mübtəda kimidir? Do they pay. Yəni, burada do they pay great attention to? Burada yəni arasına girə bilməz deyə qalır bir dənə. What problems are paid great attention to olacaq B variantı.
Sonra 19-cu sualda who founded this city? Founded keçmiş zamanda da əsasını qoymaq deməkdir. Found tapmaq feili ilə qatışdırmayaq bunu. Bu founded keçmiş olduğuna görə was were olmalıdır. Is olmaz. Yerləri olur, amma was-dan sonra being gələn iki cavabımız var. Heç vaxt bunlar was-dan being yanaşı gəlmir. Və have-hasdən sonra, həddən sonra being gəlir, was were-dən sonra yox. Və founded-dan sonra city gəldiyi üçün araya was-la founded-un arasında bir city girməlidir. Was city founded olmalıdır. Yəni C variantı. 20-ci sualda what seas and oceans surround Great Britain? Surround indiki zamandadır, ona görə əmüzar olmalıdır. Have olmur, was olmur. Əmüzardan bir şey olmalıdır və B variantında izdən sonra being gəlib olmaz. Əmizlərdən sonra, was-verdən sonra being gəlmir. Qalırıq C və Y variantı arasında. Burada biz əsas biz nəyə baxırıq? Great Britain-a baxırıq. Yəni what seas and oceans are sözünə baxmırıq. Çünki məhsul növdə biz birinci sual sözündə olan isimlərə yox, burada əsas o tamamlığa baxmaq lazımdır. Yəni burada tamamlığımız Great Britain-dir, biz ona baxırıq. İstəyirsiniz tərcümə edək. Deyir ki, Böyük Britaniya hansı dənizlər və okeanlar ilə əhatələnib? Söhbət Böyük Britaniyadan gedir. Hansı okeanlar və dənizlərdən söhbət getmir əsas. Bizə lazım olan Great Britain olduğuna görə bu xəbərdə tək olmalıdır. Yəni Y variantı. Məlum növdə olsaydı, bəli, biz buna baxmalıydıq. Amma məhsul növdə həmişə biz buradakı tamamlığa baxırıq. 21-ci sualda did var. Did olduğu üçün keçmiş zamanları götürürük. Was were, yəni was were olmalıdır. Had olmur, is olmur. Və was being olmaz. Çünki burada bizə verilən cümlədə davam edici zaman olmadığı üçün biz passivə çevirəndə being olmaz. Qalıram A və B variantı arasında. All the news. News bildiyimiz kimi xəbər sözü təşkil edir hər zaman. Ona görə xəbəri was olar, were olmaz. 22-ci sualda did the audience listen? Did keçmiş zamandadır. Was were olanları götürürük və was-la being olan cavablar onu çıxırıq. Qalır B və D variantı. Burada yenə being artıqdan verilib, being ehtiyac yoxdur. Davam edici olmadığı üçün was all the music listened to with pleasure. Who accepted this project last month? Accepted keçmiş zaman olduğuna görə was were-ləri götürürük və was were olmayan cavablar D variantda were-lə being işlənib səhvdir və accept-dən sonra this project sözü gəldiyi üçün bu this project sözü girməlidir were-lə accepted-in arasına. Yəni Y variantda yanaşı gəlib, C-də yanaşı gəlib, qaldıq A variantda, B-də yanaşı gəlib, qalır A variantı. Were the projects accepted olacaq A variantı. Who interrupted you during the lecture? Interrupted sözü deməli keçmiş zamandadır və was were olmalıdır cavablarımızda. Cavablarımızda bir də baxırıq interrupted-dan sonra you gəldiyi üçün you girməlidir were-lə interrupted-in arasına. Yəni you burada araya girməlidir. Burada being artıqdan gəlib. Were you interrupted ola bilər bu. By whom you were deməli were-lə interrupted arasında söz girməlidir. Burada da yenə were you interrupted var. Bu ikisi də düzə oxşuyur. Amma biz pasiv cümləsində who ilə sual verəndə pasivə çevirəndə onu by ilə verməliyik. Who were you interrupted by? Sən kim tərəfindən sənə müdaxilə edildi, sözün kəsildi mənasında. Onlar Y variantı. By olmalıdır mütləq. 25-də who is making deməli deyir. Is making əmizər ing-dirsə, bu əmizər being olmalıdır. Yəni beinglər olmalıdır. Burada being olmayanları çıxırıq. Burada ümumiyyətlə were-dür, həm də being. Burada da were olmaz. Burada da being olmadığı üçün çıxırıq. Qalır elə A və B variantı arasında. Və pancake sözü girməlidir are-la being-in arasına. Are-la being-in arasında olmalıdır pancakes. Olur, yəni B variantı. Who is growing deyəndə is ing-dirsə, əmizər being olmalıdır. Were olmaz, çıxırıq və əmizərdən sonra being olmaz, qalır B və Y variantı arasında və flowers sözü girməlidir are-la being-in arasına. Buna görə olur Y variantı. 27-ci sualda did olduğu üçün was were olmalıdır, is olmaz, are olmaz. Və olmalıdır, electdən sonra prime minister sözü girməlidir was-la elected-in arasına. D girməz, qalar B və C.
Burada isə electing yox, elected olmalıdır. Keçmiş demək üçüncü format olmalıdır. V3. Was the prime minister elected? Olur C variantı. When did they start the election of the president? Did keçmiş zaman olduğunda was ver olmalıdır. Is olmaz. Deməli burada being artıqdan gəlib olmaz və bizim election girməlidir. Election of the president girməlidir. Startdan was'un arasına baxırıq. Deməli, when were they started yox, election start olmalıdır. Was-la startın arasına deməli bu söz girməlidir. Qalır elə Y variantı. Did you repair deyirsə, did olduğu üçün bu was verlə düzəlməlidir və feil üçüncü formada olmalıdır. Burada beinglər olmaz. Çünki bizə verilən cümlə ing-li yoxdursa, biz beingləri çıxmalıyıq. Door sözü də tək olduğu üçün was olar əlbəttə. Olar was the door repaired. 30-cu sualda did they import the products last week? Did olduğu üçün was ver olmalıdır. Və import the products. Products girməlidir. Were-lə imported arasına. Burada C variantda being artıqdan gəlib. Qalıram A və Y variantı arasında. Deməli, were the products imported last week düzdür. Amma Y variantı nədir? Səhvdir. Burada dem işlənib, amma işlənə bilməz. İşlənsə belə, burada mübtədə olduğuna görə burada onu işlətsək, by ilə işlətməliyik. By işləməliyik. By dem olmalıydı. By işləmədiyi üçün də səhvdir. Qalır A variantı. Sonra 31-ci sualda who invited the guest-də invited keçmiş zamandır. Are olmaz. Had olmaz. Was were olmalıdır və inviteddən sonra guest gəldiyi üçün guest girməlidir were-lə invite'in arasına. Burada been olmaz. Burada qaldı were invite yanaşı gəlib, qaldı D variantı. Were the guests invited. Olur D variantı. 32-ci sualda who sent the gifts olduğu üçün sent keçmişdir, was were olmalıdır. Burada are və had olmaz. Burada B variantda were-dən sonra been olmaz. Qalar A və C variantı arasında. Gift girməlidir were-lə sent-in arasına. Were the gifts sent olmalıdır. Qalır C variantı. Did keçmiş zamandır, was were olmalıdır. Amma Y variantda was-dan sonra bir dənə being var, olmaz. Water the tree deyirsə, tree sözü girməlidir. Water-la deyək ki, was were-in arasına. Was watered olmaz. Onlar A variantı. Was the tree watered with? Olur A variantı. 34-də what did they repair deyirsə, did keçmiş zamanda was were olmalıdır, amma being artıqdır. Və repairdən sonra house gəldiyi üçün was-la repair'in arasında söz girməlidir. Was repaired yanaşı onları çıxanda zaten cavabımız alınır. Was house repaired. Arasında tamamlığı tapdığımız zaman zaten bizim cavablarımız çox vaxt düz çıxır. Yəni o birisilərə baxmağa gerek qalmır. 35-ci sualda how much will you pay him for the tickets? Will gələcək zamanda will be olmalıdır. Is olmaz. Və will you pay him? Him var burada. Him. Deməli, bu him girməlidir will ilə be'in arasına. Will ilə be'in arasına söz girməlidir. Will ilə be'in arasına girən söz burada. Necə həfəzlə be'in arasına söz girirsə, burada da will ilə be arasına söz girməlidir. Hansı söz? Burada tamlıq. Yəni, burada tamlıq əvəzi ya da isim ola bilər. İkisinin arasında girməlidir. Burada da yenə how often will you use deyirsə, will isə will be olmalıdır. Burada be yoxdur. Will be var hamısında və will you use. Use-dan sonra this email adres gəldiyi üçün bu girməlidir will ilə be'in arasına. Will ilə be yanaşı gələnləri çıxanda cavabımız qalır bir dənə Y variantı. How often will this email address be used? Olur Y variantı. 37-ci sualda is building-dirsə, əmizar ing-dirsə, onu being-lə verməliyik. Being olanları götürürük, amma burada was olmaz. Is being ola bilər. Burada is var, amma being yoxdur. Y variantında was var olmur. Qalırıq A və C variantı arasında. House sözü girməlidir hara? Is ilə being-in arasında. By whom is the house being built just opposite ours? Olur C variantı. 38-ci sualda what are you cooking in the kitchen deyirsə, are cooking-dirsə əmizar being olmalıdır. Was-lar çıxırıq, həfəzlər çıxırıq.
Bir dənə burada being olmalıdır deyə qalır D variantı. Və 39-cu sual. 39-cu sualda deyir ki, why aren't the students doing these exercises? Aren't doing-dirsə, əmizar being olmalıdır. Beinglər olmayan hansı var? Burada D variantda being yoxdur. E variantda were-dir, həm də being yoxdur. Qalır A, B, C. Və burada are being-in arasında girməlidir nə? Student sözü girməlidir. Və bu söz tamamlıq girməlidir ikisinin arasına. Are being yanaşı gələnləri çıxırıq. Burada da were olduğu üçün zaten çıxmalıydıq. Qalır bir dənə A variantı. Aren't these exercise being? Olmalıdır A variantı. Və suallarımız bitdi. Gələn həftə passivə çevrilən, çevrilməyən cümlələr, hansı cümlələr passivə çevirmək olar, olmaz, onları işləyəcəyik və yaxud da passivdə olan cümlələri seçəcəyik. Hələlik bu qədər. Sağ olun. Gələn həftə görüşənədək.